Uşaqlar, bizim bugünkü Azərbaycan dili dərsimiz dodaqlanan və dodaqlanmayan saitlərdir. Dodaqlanan və dodaqlanmayan sait səslər. Müəllimə deyin görüm, hansı səslər sait səslər adlanır? De, Məhəmməd. Ağzımızın tənəffüs zamanı ağzımızın asanlıqla çıxan səslər sait səslər deyilir. Aha, daha kim deyər? Daha kim deyər? Dinə Zeynəb. Tənəffüs zamanı ağzımızdan asanlıqla çıxan səslər sait səslər deyilir. Aha, neçə sait səsimiz var? Diroya, neçə sait səsimiz var? Aha, bütövdə 9 sait səsimiz var. Gəlin saitləri sayaq. Ay, sağ ol. Saitlər dodaqların vəziyyətinə görə neçə yerə ayrılır? 2 yerə ayrılır. Hansılarda əl qaldırın, xorla deməyin. Dinlənsən Zəhra. Dodaqlanan saitlər, dodaqlanmayan saitlər. Hansı saitlər dodaqlanan saitlərdir? De Zəhra. Hansı saitlər dodaqlanan saitlərdir? A, O, U, Ö, Ü. Aha, daha kim deyər? De Səma. Hansı saitlər dodaqlanan saitlərdir? O, U, Ö, Ü. Aha. Hansı saitlər dodaqlanmayan sait səslərdir? De Sedanur. A, Ü, E, Ə, Ü. Daha kim deyər? Hansı səslər dodaqlanmayan saitlərdir? Sait səslər. Hə. O, Ö. Dodaqlanmayan sait səslər. Çaşma. Ucadan danışın. Aha, düzdür. Yaxşı. Dodaqlanan qalın sait səslər. Dodaqlanan qalın sait səslər hansılardır? De Mahnur. Dodaqlanan qalın. Dodaqlanan qalın. O, U. Aha. Təkrar elə Fərdə. O, U. Dodaqlanan qalın sait səslər o. Dodaqlanmayan qalın sait səslər. Nərgizdə? A, I. Nura təkrar elə hansıları dodaqlanmayan qalın saitlər? I. Afərin. Yaxşı. Dodaqlanan incə saitlər. Dodaqlanan incə saitlərdir. Dodaqlanan incə. O, Ö. Ü. Bir də nə? Ü, Ö. Düzdür. Dodaqlanan incə saitlər hansılardır Yusifdir? Aha. Yaxşı. Dodaqlanmayan incə saitlər? Diroya. E. E. Bir də nə? E. Yaxşı. Bugün uşaqlar mən sizə qrup işi verəcəyəm. Qrup işində sizə sözlər verirəm. O sözləri siz növlərə ayıracaqsınız. Yəni orada tapşırıqlarımız necədir? Bunları tapşırıqlarımız verilib sözlər. Sözlərdə qalın, dodaqlanmayan saitli sözləri tapıb yazacaqsınız. Sonra incə, dodaqlanan saitli sözləri. Qalın, dodaqlanmayan saitli sözləri. İncə, dodaqlanmayan saitli sözləri seçib yazacaqsınız. Diqqətli olun. Çalışın ki, sözləri düzgün. Yəni harda? Qalın dodaqlanmayan hansıdır? Bir də deyək, qalın dodaqlanmayan. Afərin. Qalın dodaqlanan. İncə dodaqlanmayan. İncə dodaqlanan. Nə? Afərin. Ö. Yadınızda qaldı. İndi müəllimə sizə qrupları ayıracaq. Qruplarda bunu işləyəcəksiniz. Tapşırıq sizə aydındır? Afərin. Uşaqlar, bax, qruplara bölündük. 4 qrupumuz oldu.
İndi görək qrupları hansı tapşırıqlar düşüb. Siz neçənci qrupsunuz uşaqlar? Dördüncü qrup. Sizin tapşırığınız necədir? Bir nəfər desin. De Məhəmməd Əli. İncə dodaqlanmayan isaytlı sözlər. İncə dodaqlanmaya. İncə dodaqlanmayan saytlar hansılardır? I. Aha, başlayın işləməyə. Siz neçənci qrupsunuz uşaqlar? İkinci qrup. Tapşırığınız necədir? Qalın dodaqlanan saytlı sözlər. Qalın dodaqlanan saytlı sözlər hansılardır? Qalın dodaqlanan saytlar hansılardır? Dodaqlanan saytlı sözlər o. Yaxşı. Sizin komanda neçə nömrəlidir? 1. Tapşırığınız necədir? İncə dodaqlanan sayt sözlər. İncə dodaqlanan saytlar hansılardır? İncə dodaqlanan saytlar o, İncə. Bir də? Ü. Aha, başlayın həmin sözləri yazmaya. Sizin qrup neçənci qrupdur? Üçüncü qrupdur. Sizin tapşırığınız necədir? Qalın dodaqlamayan sayt sözlər. Qalın dodaqlanmayan saytlar hansılardır? A. Başlayın həmin sözləri yazmağa. Qalın dodaqlanmayan saytlı sözləri. Aha, başlayın uşaqlar. Sizə uğurlar. Hamı iştirak eləsin. Ortaya qoyun uşaqlar, qoy hamı iştirak eləsin. Ortaya qoyun. Bir baxın yazın sırayla. Sırayla sözlərə baxın. Sırayla gedin uşaqlar ki, sözləri bir oxuyun, işləyin. İşləyə bilirsiniz. Əsman sən də işləməm qızım. Ortaya qoy ki, o da görsün. Bir yerdə işləyin, hamı işləsin. Uşaqlar işləyə bilirsiniz. Çox asandır. Aha, aferin. Baxacağım görüm hansı komanda qalib gəlir. Uşaqlar, siz işləyib qutardınız? Neçənci qrupsuz? Dördüncü qrupun komandiri kimdir? Məhəmməd Əli. Məhəmməd Əli götürdü kağızı keç qabağa. Siz neçənci qrupsuz? Komandir kimdir? Mən. Hə, götür kağızı keç qabağa. Sonra siz neçənci qrupsuz uşaqlar? Neçənci qrupsuz? Birinci qrup. Komandir kimdir? Keç qabağa. Götür vərəqi keç. Sonra siz neçənci qrupsuz? Üçüncü qrup. Komandir kimdir? Yağmur. Yağmur kağızı götür keç qabağa. Vərəqini götür. İndi təqdim edəcəksiniz işlərinizi görək düzgün yazmısınız ya yox. Aha. Birinci qrup kim idi? Hə. Səndə nə idi? Tapşırıq necə idi səndə? Tapşırığa düz oxu. İncə dodaqlanan saytlı sözlər. İncə dodaqlanan saytlı sözlər. İncə dodaqlanan hansı idi? O, İncə dodaqlanan. Ü. Hə, sözləri oxu. Hansı sözləri yazmısınız? Çövdə qan. hansı sözlər? Hə. Ömür, kömür, Aha. gücü, Aha. gümüş, Gümüş. Sonra köpük. köpük. Aferin. Düzdür. Uşaqlar düzgün yazır. Alqışlayaq. Aferin. Üçüncü qrup hansıdır? Üçüncü qrup hansıdır? Siz. Aha. Sizin tapşırığınız nə idi? Qalın dodaqlanan saytlı sözlər. Ha, qalın dodaqlanan saytlı sözlər. Oxuyun hansı sözlər yazmısınız? Bir dəqiqə. Soyuq, qonşu, uzunsov, bolluk, xoruz, murov. Yenidən say, tələsmə. Soyuq, qonşu, uzunsov, bolluk, xoruz, murov. Aha, Murov. Uşaqlar düzgün yazır. Alqışlayaq.
Üçüncü grup hansıdır? Aha. Sizin tapşırıq nə idi? Qalın dodaqlamaya sahiblər sözlər. Qalın dodaqlanmayan saatli sözlər oxu. Qapı, balıq, yaşıl, qısa, qaşıq, yaxmaz. Yaxmaz. Aferin. Düzgün uşaqlar. Alqışlayaq. Aferin. Dördüncü grup. Aha, dinən. Tapşırıq Dodaqlanmayan sahiblər sözlər. İncə dodaqlanmayan saatli sözlər. Aha. Yerpiç, gəmi, rəqib, meşə, eynək, igid, kərim. Aferin. Alqışlayaq. Uşaqlar, bugünkü qrup işində çox yaxşı iştirak elədiniz. Yəni qrupların dördü də sözləri düzgün tapıb, düzgün yazıblar. Afərin sizə. Qrupların üçünün də, dördünün də işini gözəl dördüncü səviyyə ilə qiymətləndiririk. Çünki düzgün işləyiblər, suallara düzgün cavab verdilər. Oturun uşaqlar, yenə sual cavab eləyəcəyik. Uşaqlar, sual cavabımızı davam etdiririk. Biz qalın, incə, dodaqlanan, dodaqlanmayan saytlərdən başqa, həm də açıq və qapalı saytlər haqqında öyrənmişik. Açıq saytlər, qapalı saytlər. Deməli, dilin üst damağa dəyməsinə görə, yəni dilin üst damağa qalxması və enməsinə görə saytlər iki yerə ayrılır. Açıq saytlər və qapalı saytlər. Açıq saytləri kim sayar? Açıq saytləri kim sayar? Mən. Dur ayağa. Mən. Hə. A, E, Ə, O, Ö. Bunlar necə saytlar? Açıq. Açıq saytlərdir. Qapalı saytləri. De qızım. I, İ, U, Ü. Aha. Açıq dodaqlanan saytlar. O, Ö. O, Ö. Qapalı dodaqlanmayan saytlar. De. Qapalı dodaqlanmayan saytlar. I, düzdür. Afərin uşaqlar. İndi gəlin dərsimizi birlikdə suallara cavab verin, birlikdə cavab verək və yekunlaşdıraq. Saytları sayay. Qalın saytları. İncə saytlar. Dodaqlanan saytlar. Dodaqlanmayan saytlar. Aha. Açıq saytlar. Qapalı saytlar. Dil önü saytlar. Dil arxası saytlar. Afərin sizə.